Allahın salamı olsun sizlərə, dəyərli izləyicilərim. Sizə bu günləri göstərim Kərbəlayı. Düz bax, düz Afparkın düz arxasında 2 sotda, 3 sotda full əşyalı, şəxsi tikili, navesinə qədər bir ev təqdim edirəm qardaşım. Gedək bir dənə evimizə baxaq Kərbəlayı. Gör nə gözəl evdir. Kərbəlayı daxil olduq həyətimizə bax. Xoşum gəlir də belə navesli həyətdən. Bax bu darvazadır bax qardaşım. Həyətə giriş darvazamızdır. Həyətimiz də bax belə yekə, geniş. Bax həyətinə bir 2 dənə maşın girər də rahat. Hələ oturmağa yerin, həm öz üçün. Bax üzüm ağacların burada qəşəng. Bax manqalına kimi. Hələ qiymət axırda sizi şok eləyəcək qardaşım. Yola da yaxındır, marşruta da yaxındır. Stil sistemi kombidir. Və ən sevdiyim şeylərdən biridir ki, həyətdə hamamın, tualetin ayrı olması. Belə də bir xudmani, belə deyək də düzdür, təmirdir, amma hamam tualet var da yəni. Bu da evin böyrünə bax, gör nə boydadır, enli. Bax, evin böyrünə girmək üçün yerimiz mövcuddur. Və evimiz də kürsülüdür. Daxil olaq evimizə qardaşım, evi də göstərək. Mənzilimizə qardaşım, evimiz kurqon qoşa daşlandı. Ara kəsmələrə qədər kubikləndir. İstil sistemi dedim kombidir. Yəni şəxsi tikili də bir sözlərdir. Şəxsi tikili deyən kimi hamı bilir. Bu deməli geniş belə bir hamam sanuzerimiz evin içində mövcuddur. Və sağda qardaşım, o nəzərdə satılır mənzilimiz fullu əşyalı satılır. Hər şey mənzilimizin içində qalır. Otaqlar çox böyükdür qardaşım. Bax yataq otağıdır. Yataq otağında gör necə böyük ki, 2 dənə pəncərə mövcuddur. Mebellər zətlər təzədir hamısı. Hamısı içində qalır. Hamısı. Və belə bir qonaq otağımız mövcuddur. Bax lüstrü, gizli işığı, canım sənə desin. Pəncərələr də öz həyətinə baxır. Televizorda hamısı içində qalır qardaşım. Bu qiymətə həqiqətən dəyər bu qiymətə. Dəyər deyəndə ki, bazar qiymətindən aşağıdır. Bu da belə bir ikinci yataq otağımız. Bu da hər bir şey mənzilimizin içində qalır. Mətbəxi bir dənə analarımız, bacılarımız səbirsizlə həmişə mətbəxi gözləyir ki, bax. Çünki ən çox bizim dəyərli analarımız, bacılarımız mətbəxdə vaxt keçirirlər. Bizlər üçün gözəl təamlar hazırlayırlar. Bu da mətbəximizdir. Burada da hər bir şey, elektronika, daxil hamısı içində qalır. Yəni pəncərə də öz həyətinə baxır. Pəncərədə də iştiqalarına kimi. Qiymət, qardaşım, kupçalı da evimizdə özü. Cəmi zümrətanı 105.000 manat. Full əşyalı. Evimiz, həyətimiz 2 sota yaxın. Ümumidə, yəni ev qarışıq 2 sotun içində. Full əşyalı 105.000. Yeri də bildirdə düz Afparkın arxası. Yeri də gözəl, yurt da gözəl. Fikirləşmə, gəl apar. Apar deyəndə aparmaq olmur. Yəni gəl aformut eləyəsiniz. Allah alanda satanda xeyir versin inşallah. 114 əmlakda hər birinizin kiçikli böyüklü xidmətindəyi Allahın amanında olun.